Yeni videomuzdan hər kəs salamlayıram dostlar. Mən İlkin Mustafayev. Bugün sizlər üçün çox maraqlı bir avtomobilin icmal videosunu çəkəcəyik. Hansı ki, bu avtomobil son dönəmlərin ən dəbdə olan dizayn cizgilərinə və plug-in hibrid texnologiyasına malikdir. Ona görə gəlin bu avtomobili daha yaxından tanıyaq. Qarşınızda yeni ROX 01 avtomobili. ROX 01 avtomobili Azərbaycanda Volt Avto tərəfindən tam olaraq rəsmi şəkildə təqdim edilir. Biz bu avtomobili bir test drive avtomobili kimi götürmüşük. Sizlər üçün maraqlı bir icmal hazırlamaq istədik. Çünki avtomobil son dönəmlərin həm dizayn cizgilərinə görə, həm də avtomobilin texnologiyasına görə çox dəbdə olan bir avtomobildir. Ona görə istədik ki, sizlər üçün bir test drive götürək və avtomobilin bir icmalını eləyək. İstənilən şəxs rahat şəkildə yaxınlaşıb ROX Azərbaycana bu avtomobili 24 saatlıq test yürüyüşü kimi əldə eləyə bilər və avtomobili rahat şəkildə test eləyə bilər. Ümumiyyətlə, avtomobilin dizaynından mən danışdım bayaq. Nəyə görə çox sevilən dizayndır? Avtomobil İtalyan bir şirkət tərəfindən dizayn olunub. Pininfarina adlı bir şirkət tərəfindən və bu şirkət həmçinin Ferrari, Alfa Romeo, BMW-nin və Fiat'ın bəzi modelləri və bir çox bu kimi modellərin dizaynı ilə məşğul olub. Və hazırda qarşınızda gördüyünüz bu ROX 01 avtomobilinin də eyni dizaynını da həmin şirkət eləyib və çox maraqlı, mənə elə gəlir ki, son dönəmlər üçün də uğurlu bir dizayn cizgiləri ilə olan avtomobildir. Müxtəlif avtomobil dizaynlarına oxşada bilərsiniz. Son dönəmlər həqiqətən bu cizgilər ən çox bəyənilən dizayn cizgiləridir. Yəni bu avtomobili mən ümumiyyətlə tərifləməyəcəm. Bu avtomobildə nə də pisləməyəcəm. Mən bu avtomobili sizlərə təqdim eləyəcəm. Ondan sonra siz özünüz qərar verəcəksiniz ki, hansı hissələri sizə uyğundur, hansı hissələri sizə uyğun deyil və mütləq şəkildə şərhlər bölməsində qeyd eləyəcəksiniz. Gəlin ilk öncə xarici dizaynından danışaq. Fikir verirsinizsə ön hissəyə baxdığımızda bir T şəkilli avtomobilin faralarını görə bilirik biz burada. İçərisində adaptiv LED faralar var. Həmçinin gündüz işıqlarını da görmək mümkündür və dönmə işıqları da gündüz işıqlarının kristallarının içərisində yerləşdirilib. Ön hissədə ROX-un bir emblemi var, maraqlı bir emblemi yerləşdirilib və 360 dərəcə kameranı da görmək olur. Və radiator barmaqlığı, nəhəng radiator barmaqlığı. Çünki bu avtomobil elektromobil deyil. Ancaq həm elektromobil, həm də daxili yanma mühərrikli avtomobildir ki, bilirəm son dönəmlər bunu çox sevirsiniz. Bəzən fikirləşirlər ki, elektromobildirsə biz getdik, şarjımız bitdi, bəs neyniyəcəyik, yolda qaldıq və s. Yəni sözsüz ki, benzininiz bitdikdə də siz yolda qala bilərsiniz. Ancaq bu avtomobildə hər iki variant var. Çünki avtomobil həm batareya ilə təchiz olunub, həm də daxili yanma mühərrikli ilə təchiz olunub. İrəliləyən dəqiqələrdə bunların hər birini mən sizə izah eləyəcəm. Avtomobilin ümumi ön hissədən görünüşü bu formadadır. Daha sərt cizgilərə malik bir avtomobildir. Gəlin indi sizə yandan avtomobilin mən ümumi dizaynını göstərim. Ondan sonra digər hissələrə də keçək. Avtomobilin yan hissəsindən dizaynına baxdığımızda burada da bir sərt cizgiləri rahat şəkildə görə bilərik. Ümumiyyətlə, içdən çıxmalı qapı tutacaqlarını biz burada görə bilməyəcəyik artıq. Sərt şəkildə qəşəng tutmalı belə qapı tutacaqları var və açarsız giriş var. Güzgülərə baxa bilərsiniz. Kvadrat formalı güzgülər, dönmə işığının təkrarlayıcısı və aşağı hissədə də 360 dərəcə kamera. 360 dərəcə bu kamera bu avtomobil üçün artıq belə deyək, ideal bir variantdır ki, siz avtomobilin ölçüləri nəhəng olduğuna görə hər tərəfdə rahat həm park eləyə bilirsiniz, həm rahat şəkildə hərəkət eləyə bilirsiniz. Ona görə 360 dərəcə kamera sizə çox böyük üstünlük verir. Təkərlərə baxdığımızda Pirellinin təkərləridir. Təkərlərimiz 21'lik bir təkərlərdir. Disklərimiz isə aerodisklərdir. Bu formada açıq olmağına baxmayın, avtomobilin mənzilinə kifayət qədər ciddi təsir eləyə biləcək bir disklər hazırlanıb. Çünki bu disklərin texnologiyasına baxdığımızda üzərindəki cizgilərin hər birinin avtomobilin mənzili üçün kifayət qədər daha uzun mənzil verə biləcək bir dizaynda hazırladığını biz görə bilirik. Avtomobilin bir tərəfində burada bizim yanacaq çənimiz üçün bir yeri var. Digər tərəfdə isə biz şarj portunu görə bilərik. Bu şarj portunda isə GBT olduğuna görə ikili şarj portu var. Ev şəraitində şarj eləyə biləcəyimiz AC şarj portu ayrı, biz stansiyalarda şarj eləyə biləcəyimiz DC şarj portu isə ayrıdır. Batareya texnologiyası var bu avtomobildə. Batareya texnologiyası və elektrik mühərrik haqqında mən sizə izah eləyəcəm. Gəlin indi ön hissəyə geri qayıdaq. Mən sizə mühərrikxananı göstərim, o hissəni danışım, ondan sonra digər hissələri də izah eləyəcəm. Avtomobilin ön hissəsində 1.5 turbo mühərrik var. Burada yəni heç nə görməsək də qapalıdır artıq. Ancaq 1.5 turbo mühərrik var. Artıq bir çox avtomobillərdə təbii ki, mühərrikxana bu formada qapalı olur, plastiklərlə örtülmüş vəziyyətdə olur. Çünki zavod artıq istəmir ki, istifadəçi, sürücü mühərrikxanaya özü birbaşa olaraq müdaxilə etsin. Bunların hər birini servis tərəfindən müdaxilə olunmasını istəyir. Ona görə bu formada bir çox avtomobillərdə qapalı gəlir. 1.5 turbo mühərrik var, ancaq 1.5 turbo mühərriklə yanaşı avtomobildə 2 ədəd də elektrik mühərriki var. Bu elektrik mühərriklər bəs harda yerləşir? Ön və arxa oxları
bunların tən ortasında 2 ədəd elektrik mühərrik də yerləşir. Və bu elektrik mühərriklər 56 kilowattlıq 3 qat litium batareya ilə, yəni NMC batareya ilə enerji ilə təmin olunur. Yəni bu avtomobil plug-in hibrid olmasına baxmayaraq NMC batareya ilə təchiz olunub. Yəqin ki, bir çoxlarınız artıq bilirsiniz ki, plug-in hibrid avtomobillər maya dəyəri aşağı salınması üçün adətən LFP batareya ilə təchiz olunurlar ki, bu da bir çox hallarda mənzildə kifayət qədər aşağı düşmələr verə bilər. Əsasən də qış aylarında bunu rahat şəkildə yaşaya bilirik. Amma ROX 01 avtomobilində həmin batareyalar Katl istehsalı 56 kilowattlıq NMC batareyalarla təchiz olunub və biz avtomobilin mühərrikxanasında bir istilik pompası da görə bilirik ki, avtomobil bu istilik pompası sayəsində batareyaları çox rahat şəkildə qızdıra bilir. Həmçinin elektrik mühərrikinin də qızdırılmasında kifayət qədər rol oynaya bilir və bu zamanda siz özünüzü çox yaxşı bilirsiniz ki, istilik pompası olmadıqda avtomobil o kağızda yazılan mənzil rəqəmi var ha, oranı real olaraq gedə bilir istilik pompası olduqda. Yox, istilik pompası olmadıqda isə rahat şəkildə qış aylarında əsasən 50% aşağıya düşə bilər. Və bu avtomobildə həmin istilik pompası mövcud olduğuna görə istər qış aylarında, istər yay aylarında kağızda həmin rəqəm yazılırsa, o rəqəmdə rahat şəkildə gedə biləcəksiniz. Və bu iki mühərrik sayəsində, yəni iki mühərrik nəyə deyirəm? Həm daxili yanma mühərrik, həm də elektrik mühərriklər sayəsində bu avtomobil 1115 kilometr məsafə qət eləyə bilir VLTC standartları. Təbii ki, CLTC standartları artıq Asiya bazarı üçün daxili bir standartlardır. O rəqəmlər daha böyük rəqəmlərdir və özünüz də bilirsiniz ki, biraz o rəqəmlər normaldan şişirdilmiş rəqəmlər olur da. Ancaq VLTP və VLTC standartları artıq real rəqəmlər olur ki, siz rahat şəkildə orada göstərilən bütün rəqəmlərə gedə bilirsiniz. Gəlin indi avtomobilin arxa hissəsinə keçək. Arxa hissəsini izah eləyim. Ondan sonra salon və yürüşdə də sizlərə maraqlı məlumatlar verəcəm. Çünki bu avtomobil rəsmidir və qeyri-rəsmi gələn ROX 01-lər haqqında da çox detallı bir informasiya var. Onları da sizə çatdıracağam. Gəlin avtomobilin arxa hissəsində sizə izah eləyim. Çox maraqlı bir arxa görünüşü var avtomobilin. Yəni avtomobilin bütün cizgiləri demək olar ki, kvadrat bir dizaynda hazırlanıb. Ancaq ən maraqlı tərəfi də bilirsiniz nədir? Bu avtomobil həm off-roaddur, həm də şəhərdə sürülməli bir avtomobildir. Və arxa dizaynına baxdığımızda ön tərəfdəki kimi T formalı stop işıqlarımızı biz görə bilərik. Burada həm stop işığı var, həm geriyə hərəkət işıqları var, həm də bizim dönmə işıqlarımız da burada yerləşdirilib. Və çox maraqlı bir arxa dizaynı var. Ümumiyyətlə avtomobilin üzərində görürsünüzsə bu aksesuarların hər biri bunlar sonradan quraşdırılma bir aksesuarlardır. İstənilən şəxs bu avtomobili əldə etdikdə bəyənirsə bu aksesuarların da hər birini əldə eləyə bilər ayrıca olaraq. Ki təbii ki, bununla da yekunlaşmır aksesuarlar. Üzərinə əlavə bir çox aksesuarları da yerləşdirmək olar. Müxtəlif, yəni formalı aksesuarlar var. Bunu hər birini ROX Azərbaycan tərəfindən sizlərə yəni təqdim oluna bilər. Ümumiyyətlə avtomobilin ölçülərini mən sizə deyim. Eni 2 metrdə avtomobilin və uzunluğu nə az, nə çox 5 metr uzunluğundadır. Hələ bu azmış kimi arxada da bir təkəri var. Təsəvvür eləyin, nəhəng bir avtomobildə. Gəlin arxa hissədə biz bagaja da baxaq. Eyni qapı qulpu ilə, yəni qapılarda yerləşən eyni qulpla burada da təchiz olunub və biz qapımızı açırıq və belə maraqlı bizim bir bagajımız var. Gəlin içəri hissəni göstərim mən sizə. Avtomobil 3 sıralı oturacaqlardır, 7 yerli idi. Amma biz bu oturacaqlarımızı açdığımızda təsəvvür eləyin, geniş bir bagajımız olur və 510 litrlik bir bagajımız olur. Ancaq bununla da bitmir. İkinci sıra oturacaqlarımız da ön hissəyə getdikdə artıq 1100 litrə yaxın bizim geniş bir bagajımız olur. Həmçinin rahat şəkildə bu oturacaqlar bağlı olduqda da biz istədiyimiz kimi rahat bagajımızı yerləşdirə bilərik. Və burada da bizim bamperimizin bu formada hazırlanması bizə burada kifayət qədər rahat əyləşməyə də imkan verir. Ancaq bagajımız bununla da yekunlaşmır. Burada bizim 220 volt elektrik yuvamız var və burada biz aksesuarlar da quraşdıra bilirik. Bunlar da hər biri sonradan quraşdırılma bir aksesuarlardır. Yəni siz də əldə edə bilərsiniz bu aksesuarları. Bu bizim kiçik bir mətbəximizdir. Burada suyumuz var. Bu hissəyə suyumuzu doldururuq. Bakımıza suyumuzu doldururuq və istənilən formada rahat şəkildə səyahətimizə çıxırıq. Burada bizim suyumuz var. Su 3 formalı bizə təqdim olunur. Burada qaynanmış, soyuq və ilıq vəziyyətdə suyumuzu ala bilirik. Stəkanımızı götürürük və bu formada rahat şəkildə suyumuzu əldə edirik. Ki hazırda suyumuz bitib. Ona görə əldə eləyə bilməyəcək. Və burada bizim bir kamp işığımız da var. Biz əgər burada yemək bişiririksə, qazanlarımız da var təbii ki. Yemək bişiririksə, burada biz işığımızı yerləşdiririk və bu işığımız bizim sensor işıqdır. Biz gəldiyimizdə bu işıq yanır, getdiyimizdə də işıq sönür. Mən buraya yerləşdirə bilmədim. Maqnit bir işıqdır, bura yerləşir. Bu formada siz rahat şəkildə yerləşdirə bilirsiniz. İşıq hazırda yanılı vəziyyətdədir. Burada bir sensorumuz da var. Yəni çox enerji istifadə etməsin deyə bu formada hazırlanıb və istədiyiniz kimi rahat işıqlı bir yerdə siz öz yeməyinizi
bişirə bilirsiniz. Həmçinin əgər fikirləşirsiniz ki, yaxşı, siz əgər bu 220 voltu burada istifadə elədinizsə bu mətbəx üçün, yaxşı biz yenidən necə 220 volt əldə edəcəyik? Baxın bu hissədə əlavə olaraq bir ədəd də 220 volt üçün yuva yerləşdirilir. Rahat şəkildə əşyalarınızı bura yerləşdirib 220 voltdan da istifadə edə bilərsiniz. Amma bununla da yekunlaşmır. Əlavə olaraq burada bizim bir masamız da var. Bu masa çıxa bilir və rahat şəkildə çıxardıb masanı istədiyiniz formada, istədiyiniz yerə yerləşdirə bilirsiniz. Çünki ayaqları da var bu masanın. Belə. Gəlin indi avtomobilin salonunu mən sizə izah edeyim. Maraqlı həmçinin salonu da var və bütün texnologiyalarını da orada mən sizə detallı şəkildə izah edəcəm. Çox nəyin bir avtomobildir və rahat şəkildə əyləşirsiniz. Eynəyimiz burada, qulaqlıqlarımız burada və telefonumuzu da bu formada yerləşdiririk. Yolumuza davam edirik. Daha fikirləşmirsiniz ki, eynəyi hara qoyum, qulaqlığı hara qoyum və s. Rahat şəkildə yolunuza davam edirsiniz. İkili simsiz şarj cihazı var. Həmçinin bu simsiz şarj cihazlarını buradan da mərkəzi displeydən də idarə edə bilirsiniz ki, şarj etsin yoxsa etməsin. Rahat şəkildə enli, geniş bir avtomobildir. Uyğunlaşa bilirsiniz. Nappa dəridən oturacaqlar var burada. Oturacaqların həm ventilyasiyası, yəni soyutması var, həm də qızdırması var. Bunlar artıq belə deyim də, bu tərzdə bir avtomobillər üçün bir opsiya şəklində artıq izah eləmək də olmur. Çünki insanlar gözləyir ki, mütləq şəkildə bu həmin funksionallıqlar olsun bu avtomobillərdə. Ancaq yenə də məndən bunları izah eləməkdir ki, siz bu funksiyaların hər birinin olduğunu biləsiniz. Həmçinin sükanın da qızdırılması funksiyası var. Yəni bu monitorda, mərkəzi displeydə istədiyiniz funksiyanı rahat şəkildə idarə edə bilirsiniz. 2 gündür bu avtomobili sürürəm. Mən 2 gündə bu avtomobildə olan 3 displeyin heç birində, burada siz 2 görürsünüz, biri də arxadadır, onu da göstərəcəm. Heç birində Çin yazısı görmədim. Nəyə görə? Çünki bu avtomobil tam olaraq ROXX Azərbaycan tərəfindən rəsmi şəkildə təqdim olunur və birbaşa zavoddan avtomobilin bütün dili dəyişdirilərək və sonuncu update hansıdırsa, sonuncu yenilənmə hansıdırsa, həmin yenilənməni edilərək rahat şəkildə sizlərə təqdim olunur. Daha sonradan bunu hansısa bir yerə aparıb, belə desək, qeyri-rəsmi şəkildə dillərini dəyişdirməyə, onda da yarısı dəyişir, yarısı dəyişmir. Bu formada eləməyə ehtiyac qalmır. Rahat şəkildə qlobal versiyanı alıb sürə bilirsiniz. Ancaq tək üstünlükləri bununla bitmir. Bir çox digər üstünlükləri də var. Təbii ki, bunların hər birini izah eləyəcəm. Çünki biz bu avtomobili 24 saatlıq test yürüyüşünə götürdüyümüzdə əslində ROXX Azərbaycanla danışıqlar elədik ki, hansı formada rəsmi şəkildə təqdim olunmayla qeyri-rəsmi gətirilmə arasında fərqlər var. Yəni siz bu fərqləri hansı formada təqdim eləyirsiniz? Bəzən olur ki, insanlar deyir ki, daxili bazardan gətirərəm özüm daha ucuz başa gələr də. Amma onun hansı mənfiləri var? Gəlin mən sizə onu izah eləyim. ROXX Azərbaycan rəsmi şəkildə gətirdikdə bütün avtomobillər VIN kodları, yəni şassi nömrələri hər biri onlarda qeydiyyatda olur və bu zavod tərəfindən birbaşa olaraq ROXX Azərbaycanın servis xidmətində olan diaqnostika cihazına da belə desək bir növ köçürülür. Digər avtomobillərin ancaq VIN kodlarının heç biri köçürülmür. Bunun mənfiləri və müsbətləri nədir? Bu VIN kodlar hər biri qeydiyyatda olduqdan sonra artıq avtomobil rəsmi olur və siz rahat şəkildə istədiyiniz formada 5 il və ya 150 min kilometr avtomobilə 8 il və 240 min kilometr isə batareya və elektrik mühərriklərinə zəmanət əldə edirsiniz. Amma bu yenə də bununla bitmir ha. Təsəvvür edin, avtomobilin istədiyiniz formada update-lərini, yəni yenilənmələrini eləyə bilirsiniz. Amma daxili bazardan gələn digər avtomobillərin isə yenilənmələri bloklanmış şəkildə olur. Yəni bu rəsmi məlumatdır. Mən bunu hansısa bir məqalələrdə və ya forumlarda oxumamışam. Bu rəsmi məlumatdır. Bunun hər birini mərkəzi ROXX tərəfindən, ROXX zavodu tərəfindən, yəni təqdim olunmuş bir məktubda qeyd olunur və mən həmin məktubla tanış oldum və həmin məktubda da daxili bazardan qeyri-rəsmi formada gəlmiş avtomobillərin bloklanması ilə bağlı qeydlər olunmuşdur. Yəni kimsə yaza bilər ki, yox, bloklanmayıb, update gəlir və s. mənim avtomobilimə. Varsa belə bir avtomobillər aşağıda kommentlər bölməsində qeyd eləsin, mən də məlumatlı olum. Çünki mən də ROXX Azərbaycan tərəfindən təqdim olunan həmin məktubu oxuyub, məlumatlarını sizlərə çatdırıram bu avtomobili. Nəysə, gəlin avtomobilin daxili dizaynı haqqında danışaq. Nappa dərini dedim mən sizə. 2 ədəd simsiz şarj cihazımız. Burada səs sistemini görə bilərik. Həmçinin bu hissələrdə də səs sistemi var. Daxili səs sistemi də avtomobilin öz zavodu tərəfindən belə desək hazırlanmış səs sistemidir. Yəni hansısa bir markanın adı açıqlanmır bununla bağlı. 14 dinamikdən ibarətdir. 2 gündür sürürəm və hər formada test eləmişəm bu avtomobili. Çox möhtəşəm bir səs sistemi var. Bu hissədə qapı hissəsində şüşələr üçün olan düymələri görə bilirik. Həmçinin güzgülərin idarə etməsi və qapıların idarə etməsi düymələrini görə bilirik.
Ön hissəyə baxdığımızda sürücü üçün alətlər panelini görə bilirik. 8.8 düymlük alətlər panelidir. Burada sürücüyə lazım olan bütün məlumatlar var. Ümumi yürüyüşdür, havanın temperaturudur. Biz tam şarjda neçə kilometr yol gedə bilirik, benzinlə neçə kilometr yol gedə bilirik və sərfiyyatlarımız, real sürətimiz, həmçinin avtomobilin bütün kamera sisteminin kənarda cisimləri artıq belə deyək, müəyyən etdikdə həmin heroqliflərdə bu formada monitorda görməyimiz mümkündür. Mərkəzi ekranımız var. 15.6 düymlük mərkəzi ekrandır. Həm ön sərnişin üçün, həm sürücü üçün olan bir mərkəzi displeydir. Burada da bütün məlumatlar var və aktiv bir displeydir. Həmçinin bu displey Snapdragon-dan hazırlanmış bir belə desək interfeysə malikdir. Ümumi olaraq bu mərkəzi displeydə demək olar ki, bütün funksionallıqların hər birini həm arxa tərəfi, həm ön tərəfi, həmçinin baqajda olan 220 voltu idarə etmək mümkündür və avtomobil həm də bir off-road tipli bir avtomobil kimi hazırlandığına görə burada müxtəlif məlumatlarda avtomobilin sağa, sola əyilmələrini, həmçinin önə və arxaya əyilməsinin dərəcəsini də görmək olur ki, hansısa bir off-road sürüşləri zamanı siz avtomobilin neçə dərəcə əyilməsini görməyiniz mümkündür. Burada bizim klimatımıza daxil olduğumuzda hava təmizləmə sistemini görə bilirik. Burada müxtəlif ön şüşənin arxa və arxa yan şüşələrin idarə etmələrini görə bilirik. Həmçinin bizim tavanımızda olan açılan panoramik damın da idarə etməsini buradan rahat şəkildə etməyimiz mümkündür. Avtomobil ümumi olaraq bu hissələrdə atmosferik ambient işıqlanma ilə təchiz olunub. Artıq neçə ədəd rəng varsa onun sayını mən itirmişəm. Böyük bir say var burada. Yəni ona görə onun sayını mən deyə bilməyəcəm. Çünki istəyinizə uyğun olaraq istədiyiniz rəng atmosferik işıqlandırmanı həyata keçirə bilərsiniz. Burada kiçik bizim belə bir cibliyimiz mövcuddur və içəri hissəsi də nabukdan hazırlanıb ki, içərisinə hansısa bir əşyamızı qoyduğumuzda səs etməsin və yaxud da cızılmalar olmasın. Həmçinin mərkəzi konsola baxdığımızda da burada dərin bir cibliyimiz var. Bunun da içərisi nabukdan hazırlanıb və çox geniş bir cibliydir və bir ədəd USB portu ilə də təchiz olunub. Və aşağı hissəyə baxdığımızda aşağı hissəni də dəyərləndiriblər. Çünki artıq bu avtomobil belə deyək, sürətlər kutusu ənənəvi sürətlər kutusu olmadığına görə aşağı hissəsi boş qalır. Ona görə həmin boş hissəni də dəyərləndirilib bir cip formasında hazırlayıblar və aşağıda da 2 ədəd Type-C çıxışlarımızı biz görməyimiz mümkündür. Yuxarı hissəyə baxdığımızda burada günlüklərimiz, ənənəvi güzgülərimiz sözsüz ki, mərkəzi güzgü ikili formadadır. Həm ənənəvi güzgü kimi idarə edə bilirik biz bu güzgünü, həm də ekran kimi istədiyimiz formada da idarə edirik və yəni aşağı yuxarı eləyə bilirik. Çünki arxada bizim bir ədəd kameramız var. Rahat şəkildə monitor kimi bu güzgünü idarə etməyimiz mümkündür. Bunun ən böyük üstünlüyü bilirsiniz nədir bu formada olmasının? Biz əgər indi arxaya keçəndə onu görəcəksiniz. Arxa sərnişinlər üçün olan bu monitoru açdığımızda ənənəvi güzgünü istifadə eləyə bilmirik. Çünki ənənəvi güzgünün qarşısına alır həmin monitor. Ona görə biz bunu rahat şəkildə bu formada keçiririk və bir monitor şəklində arxanı istədiyimiz kimi görə bilirik. Gün işığı da düşmür, gecə-gündüz idarə etməsi də var. Ona görə yəni bu artıq bizə çox böyük üstünlük verir. Gəlin indi keçək arxa hissəyə. Mən arxa hissənin genişliyini də göstərib, görək 3-cü sıraya nə dərəcədə rahatlıqla keçməyimiz mümkündürsə. Geniş bir arxa salonu var. Rahat şəkildə əyləşirik. Kapitan oturacaqlardır. Ön tərəfdə olanda deməyi unutdum. Deməli, həm ön oturacaqlar, həm arxa oturacaqlar isitmə, soyutma ilə bu öz yerində təchiz olunub. Həmçinin bu 4 oturacaqda masaj funksiyası da var. Buradan düyməmizi basırıq. Həm idarə oluna bilən oturacaqlardır, həm də masaj oluna bilən oturacaqlardır. Kəmərimizi bağlayıb rahat şəkildə yolumuza davam eləyirik və yaxud sizə izah elədiyim həmin bu monitor. 15.6 düymlük 3-cü monitorumuz da sərnişinlər üçün burada yerləşdirilib. Müxtəlif funksiyaları var. İstənilən funksiyanı rahat şəkildə idarə edə bilirsiniz. İstər damın pərdəsini açmaq və yaxud da örtmək, istər klimat olsun və yaxud da müxtəlif videolara baxmaq və yaxud da musiqi dinləmək istəyirsinizsə, hər birini buradan idarə edə bilirsiniz. Çox funksional bir monitordur. Həmçinin də örtə də bilirsiniz ki, sizə mane olursa, yola rahat baxmaq istəyirsinizsə, bu formada da yolunuza davam eləyirsiniz. Ancaq bununla bitmir. Həmçinin aşağı hissədə də əlavə olaraq bizim bir klimatımız da mövcuddur. Bu klimatdan da həm arxanın, həm də ön hissənin biz havasını idarə eləyə bilirik. Və aşağı hissədə də əlavə olaraq da sərnişinlərin rahatlığı üçün, arxada əyləşən sərnişinlərin rahatlığı üçün əlavə olaraq bir ədəd USB portu, bir ədəd Type-C portu, həmçinin 180 wattlıq belə bir enerji yuvası da mövcuddur. Və rahat şəkildə biz yolumuza istədiyimiz kimi davam eləməyimiz mümkündür. Bu oturacaq sizə narahat eləyirsə, bu oturacaqda buradan biz
önə doğru hərəkət elətdirə bilirik ki, bizim daha geniş bir yerimiz olsun. Həmçinin baş məsafəsini də görə bilirsiniz. Ancaq avtomobilin 3-cü sıra oturacaqları da var. Gəlin indi keçək 3-cü sıra oturacaqlarına ki, orada görək necə rahat şəkildə yerləşə biliriksə. 3-cü sıra oturacaqda əyləşmişəm hazırda. Düzdür, mən o qədər də böyük olmasam da, biraz çətinliklə də olsa yerləşirəm. Yəni bu sıra oturacaqlar davamlı oturmaq üçün deyil, əsasən uşaqlar üçün daha idealdır. Çünki diz məsafəsi də azdır. Gərək bu oturacaqlar hər biri qabağa sıxılsın. Həm diz məsafəsi azdır, həm biraz oturacaq balacadır. Ancaq yenə də 3-cü sıra oturacaq üçün kifayət qədər genişdir və 3 nəfər yan-yana burada kifayət qədər uşaq belə desək əyləşə bilər. Burada həmçinin bizim qol altımız, stəkan yerlərimiz, əlavə olaraq telefonumuzu qoymaq üçün bir yerimiz və 3-cü sıra oturacaqların sərnişinləri üçün belə USB şarj portlarımız da var. Həmçinin burada havalandırma kanallarını da görə bilirik və işıqla da təmin olunub. Yəni rahat şəkildə əyləşib səyahət eləyə bilərsiniz, amma davamlı şəkildə sözsüz ki, heç bir avtomobildə düşünürəm ki, minivan olmasa təbii ki, 3-cü sıra oturacaqlar ön oturacaqlar qədər rahat ola bilməz, mümkün deyil. Amma burada əyləşib həm mərkəzi displeyi çox rahat şəkildə görmək olur, həm də bu ikinci sıra oturacaqlar üçün olan monitoru açdığımızda, yəni uşaqlar olsa kifayət qədər rahat şəkildə filmə və yaxud da cizgi filmə baxıb səyahət eləyə bilərlər. Deməli dostlar, gəlin indi mən sizə avtomobilin sürüş vaxtı, həm komfortunu, həm də ümumi olaraq texnologiyası barədə məlumat verim. Açarımız gördüyünüz kimi belə bir açarımız var. Sadə bir açardır, üzəri sensor görünümlü bir düymələrdən ibarətdir, amma sizə o qədər də bu açar ehtiyacınız olmur. Çünki bizim telefonumuz varsa, rəsmi olaraq ROX Azərbaycan tərəfindən bizim telefonumuza ROX-un da öz tətbiqi yüklənir və buradan bütün funksionallıqları rahat şəkildə idarə eləyə bilirik. Həmçinin klimatı idarə eləyə bilirik, qapıları, pəncərələri, arxa baqaj qapısını, avtomobilin səs siqnalını. Ən maraqlı isə baxın Summon funksiyası var avtomobildə. Yəni avtomobili biz telefondan hazırda indi əyləşmişik deyə avtomobil belə deyək işlək vəziyyətdə olduğuna görə qoşulmadı. Avtomobilin rahat şəkildə telefondan önə və arxaya verə bilirik. Bu da bizə harda üstünlük verir? Biz artıq avtomobili hansısa bir dar bir ərazidə park edərkən avtomobili rahat şəkildə telefonumuzla önə və arxaya verə biləcəyik. İndi gəlin avtomobili idarə eləyək və sürərkən mən sizə ümumi olaraq avtomobilin həm texnologiyası, həm də sürüşdə hansı funksionallıqları varsa onu izah eləyəcəm. Start-stop düyməmiz yoxdur. Rahat şəkildə əyləşən kimi tormoza bastığımızda artıq avtomobilimiz işə düşür və D-yə biz keçirdiyimizdə hərəkətə başlayırıq artıq. Avtomobil 1.5 turbo mühərrik, 2 ədəd elektrik mühərriki və ümumi olaraq hibrid sistemi sayəsində 476 at gücünə malikdir və 740 Nm torku var bu avtomobilin. Bütün bunlarla da birlikdə 2.5 tonluq bu avtomobil 0-100 sürətlənməsi sadəcə olaraq 5.5 saniyədir. Təsəvvür edin, biz avtomobili Sport Plus rejiminə keçirdiyimizdə və 0-100 sürətlənməsini etdiyimizdə avtomobilin ön hissəsi 18 dərəcəyə yaxın artıq qalxa bilir. Təbii ki, bu da zövq verir. Sadəcə olaraq zövq verir. Və o dərəcəni hardan bilirəm deyə soruşsanız, avtomobilin öz rejimi var ki, yol rejimi. Biz buradan artıq avtomobilin həm önün qalxmasını, həm də yanlara əyilməsini rahat şəkildə görə bilirik. Az öncəki kadrlarımızda sizə həmin hissələri mən göstərmişdim, izah eləmişdim. Bu formada yəni avtomobilin həm şəhər içi, həm sport rejimdə, həm də bir off-road rejimdə rahat şəkildə hərəkət elətdirə bilirik. Və avtomobilin biz monitorda rejimlərinə baxdığımızda diqqət eləsəz, elektrik, e-safe və hibrid rejimləri var. Həmçinin avtomobil komfort, standart, sport və sport plus rejimlərdə də idarə etməyimiz mümkündür ki, yəni bu da sizin istəyinizə uyğun olaraq da formalaşır. Gəlin mən sizə bu hissədə avtomobilin clearance-ni də göstərim, askı sistemini görürsünüz. Komfort, standart, sport və off-road rejimi. Avtomobilin yanacaq tələbi hər biri öz yerindədir. 92 yanacaq da əlavə eləmək olur, ancaq məsləhət görürəm ki, bizim benzinlə 95 benzin əlavə eləsəz daha yaxşı və daha rahat sürə bilərsiniz bu avtomobili və mühərrikdə də hansısa bir səslərdən qurtulmuş olacaqsınız, belə desək, 95 benzindən istifadə eləsəz. Ancaq 92 benzin də zavod deyir ki, istifadə eləməyiniz mümkündür. Avtomobil 56 kW-lıq katl istehsalı 3 qat lityum batareya ilə təchiz olunub. 3 qat lityum batareyası nədir? Bu bizim bildiyimiz NMC batareyadır. Bir çox bu formada generator mühərrikli avtomobillər əsasən belə deyək də maya dəyərini aşağı tutsunlar deyə LFP batareya ilə təchiz olunur. Ancaq bu avtomobildə hazırda NMC batareya ilə, yəni lityum batareya ilə təchiz olunub. LFP batareya və NMC batareyanın fərqi nədirsə, öncəki videolarıma baxsanız, elektromobil almaq istəyənlər üçün bir video hazırlamışam. Həmin videoda detallı şəkildə izah eləmişəm. NMC batareyanı qısa şəkildə deyə bilərəm ki, sizə daha uzun məsafə qət eləmək üçün və qışda
enerji itkiləri yaşamamaq üçün çox ideal bir variantdır. Ona görə bu avtomobil də 56 kW'lıq bir NMC batareya ilə təchiz olunub. Tam şarj, həmçinin 70 litrlik tam dolu çəni ilə biz bu avtomobili ümumi olaraq 1115 kilometrə qədər hərəkət elətdirə bilirik. Bu da təbii ki, VLTC standartına əsasəndir. Yəni Asiya bazarı üçün olan CLTC standartına əsasən olan daxili bazar ROX avtomobillərində bu rəqəmlər daha şişirdilmiş formada göstərilir. Təxmini olaraq 1400-1450 kilometrə yaxın göstərilir. Ancaq real olaraq VLTP və VLTC standartları daha real rəqəmləri bizə göstərdiyinə görə bu standarta əsasən də avtomobil 1115 kilometrə qədər məsafə gedə bilir. Amma siz bu avtomobili belə deyək, Sport Plus-da idarə etsəniz və yaxud da müxtəlif aksesuarlarla təchiz eləsəniz, təbii ki, bu məsafə nisbətən azalacaq. Bu stabil sürüşdə, stabil hava şəraitində olan bir mənzildir. Bu məsafəni də çox rahat şəkildə siz gedə bilərsiniz. Avtomobilin ümumi olaraq şarjı ilə bağlı da sizə məlumat verim. İkili şarjı var avtomobilin. Həm ev şəraitində siz şarj edə bilərsiniz, həm də sürətli şarj stansiyalarında. Təbii ki, bu artıq sizin istəyinizə asılı olan bir məsələdir. Ancaq mən məsləhət görürəm ki, istər elektromobil, istər bu avtomobili siz ev şəraitində davamlı şarj eləyəsiniz. Bu həmçinin batareyaların degradasiyası üçün də çox müsbət bir amildir. Bu avtomobil AC, yəni ev şəraitində şarj edilərkən maksimal 7 kW enerji götürə bilir və maksimal 7 kW enerji götürdükdə təxmini olaraq 8.5 saata, 8,5-9 saata tam olaraq şarj olmuş olur. Amma siz DC, yəni sürətli şarj stansiyalarında şarj eləyərsəniz, bu zaman artıq daha sürətli avtomobil şarj olacaq və təxmini olaraq 0-100% enerjini 40-45 dəqiqəyə siz əldə eləmiş olacaqsınız, amma 0-80% enerjini isə çox qısa bir müddətdə, təxmini olaraq 15-18 dəqiqə ərzində tam olaraq şarj eləyə biləcəksiniz. Və əgər siz soruşsanız ki, biz bu enerji ilə nə qədər məsafə gedə bilərik, yəni tam elektriklə, siz artıq tam elektriklə 235 km VLTC standartına əsasən məsafə qət eləyə bilərsiniz. O zaman yenidən şarjdan istifadə edirsiniz, avtomobilinizi enerji ilə təmin edib yenidən yolunuza davam eləyə bilərsiniz. Benzin mühərrik işə düşməməyini istəyirsinizsə. Yox, əgər yəni şarj yeri yoxdursa və yaxud da yolunuza davam elətdirmək istəyirsinizsə, bu zaman artıq benzin mühərrik işə düşür və siz hibrid rejimdə artıq yolunuza generator mühərriklə davam eləyəcəksiniz. Beləliklə dostlar, ROX 01-in detallı icmal videosunu sizlərə təqdim etdim. Avtomobildə nəyi bəyəndiniz, nəyi bəyənmədinizsə, mütləq şəkildə şərhlər bölməsində qeyd edin və növbəti hansı avtomobili görmək istəyirsinizsə, onu da mütləq şəkildə qeyd edin. Videonu isə bəyənməyi və dostlarınızla bölüşməyi də unutmayın. Növbəti videoda görüşərik.